Elə şey olur, evdə hamını yığıb aparsan qaynana qalırdı. Hello kızlar, bugün TikTok'ta gördüğüm bir akımı kaynanamdan çekeceğim. Hala hazırsan. Xalam hazırdır. Hər vaxt, hər zaman gəlin imtahandan keçməyə hazıram. Bir görüb sualları. Ne kadar inciyərsən, əgər sənə bir həftə zəng eləməsəm. İncimərəm qızım. Niyə inciyirəm ki? Zəhlər çox gəlir mənə. Mənə zəng çox gəlir. Sən narahat olma. Sənin işin gücün yerində olsun, eybi yoxdur. Lazım olanda zəng eləyərsən. Nə qədər inciyərsən, əgər icazəsiz əşyalarını istifadə etsən. Gəlin səni verənə şükür. Mənim hər şeyim səninkidir. Nə qədər istəyirsən istifadə et. Sən qonşu deyilsən ha. Sən mənim balamın sevgilisisən. Sən xalan qurban. Nəyin var ki? Oğlumu da vermişəm, sən halal eləmişəm. Hər şeyim də sənin. Allah xoşunasın. Nə qədər inciyərsən, əgər bayramını təbrik eləməsəm 8 Hə, mart. bax orada inciyərəm. Orada inciyərəm gəlin. Çünki mən diqqət istəyirəm. Mən sənə elə oğlan verməmişəm. Sən elə şeyə diqqət istəyirsən, bilirəm. İndiyənə qədər həmişə də zəng eləmisən. Çox sağ ol, üzün ağ olsun. Amma hə, bax orada inciyərəm. Nə qədər inciyərsən, əgər siz uzaq yoldan gəlsəz, ac, susuz, gəlsəz görsəz ki, evdə heç nə yoxdur yeməyə, çay da isti deyil. Yoldan gələn varsa, sən evdəsənsə, onları hazır eləməlisən. İnciyərsən yəni. İnciyərəm, hə, hazır. Səndən tər gələndə mən sənə ərşdə bişiririm. Nə qədər inciyərsən, əgər baldızların bizə qonaq gəlsə, üzərinə xoş baxmasın. Qızlarımla yəni 2 dənə baldızım var. Hə, inciyərəm. Mən elə uşaq tərbiyə eləməmişəm axı. Bir-birinə onlar pis. Sən də evin uşağısan da, sən də mənim qızımsan, qızım. Mehriban olsanız daha sevinərəm, yaxşı olar. Mən ümumiyyətlə baldızlarımı çox istəyirəm, buradan da ikisini də öpürəm. Onlar da səni çox istəyir. Nə qədər inciyərsən, əgər gələcəkdə nəvən sizdən daha çox mənim mamamı çox istəsə. Az o istəyə də bilməz. O istəyə bilməz. O nənəsi ilə dədəsini çox istəyəcək, bibilərini çox istəyəcək. Heç sonrasına narahat olma. O bizə aiddir. Nə qədər inciyərsən, əgər 8 martda öz mamama hədiyyə alsam, səni almasam mama. O baxır sən onu kimin pulu ilə alırsan? Mama yoxsa qaynana? Mənim oğlumun puludursa birinci özüm alasan. Biz deyirəm tamaşaçılar, bax oradan oy verin. Görün harda səs cavab versəm mən qınayarsınız orada. Onu kim götürər? Anaya alır, qaynanaya almır. Elə şey olur. Yox. Elə sən birinci mənə alarsan, ikinci anana alarsan. Nə qədər inciyərsən, xala, əgər restorana getsək, amma səni aparmasaq. Elə şey olur, evdə hamını yığıb aparsan qaynana qalırdı. Qaynana görürsən hamıdan qabağa düşüb gedir. Deyərsən. Hə, incirəm, gəlin qaynana hamıdan qabaq gedir, yuxarı başdan da oturur, ha mənim kimi. Artıq 4 ildir evliyik yoldaşımla. Mənə maraqlıdır bu 4 ildə xətrimə dəymişəm vaxtsa. Hə qızım, tam səmimi deyəcəm. Heç xətrimə dəyməmisən, çox sağ ol, üzün ağ olsun. Amma xırda məsələlərdə bütün evlərdə var, qaynanalar yola verin sən, Allah bu qızlar qoyun otursunlar, arvad olsunlar. İşiniz yoxdur bu gəlinlərlə, tək ərləri ilə yola getsinlər sevgililəri ilə də. Videomuzun da sonuna gəldik. Əgər bəyəndinizsə, bəyənməyi və bizi izləməyi unutmayın. Hələlik. Hələlik.